Salam, dəyərli Sport Info TV izləyiciləri. Bildiyiniz kimi qış fasiləsi dünən başa çatdı. Premyer Liqada mövsümün ikinci yarısı start götürdü. Dünən gözlənilən maraqlı oyunlardan biri Neftçi və Zirə komandası arasında keçirildi. Xüsusilə qış fasiləsindən sonra Yuri Verindublu Neftçinin özünü necə göstərəcəyi, necə təsir bağışlayacağı maraqla gözlənilirdi. Yenə ənənəvi Neftçini gördük, son illər alışdığımız Neftçini gördük. Əslində qış təlim məşq toplanışında olan nəticələr, Yuri Verindubun yanaşması yaxşı gələcəkdən xəbər verirdi, yaxşı gələcək vəd edirdi. Amma dünən yenə komanda xal itirdi. Nəzərə alsaq ki, hazırda Neftçi 8-ci pillədir, hər oyunda qələbə mütləqdir. Mənim oyunun içində baş verən proseslər barədə çox danışmaq fikrim yoxdur. Əsas diqqətimi çəkən məqam Ukraynalı mütəxəssisin sələflərinin xətti ilə getməsi oldu. Biz götürək Samir Abbasovun dönəmində ən çox tənqid etdiyimiz, ən çox qınadığımız məqam bəzi futbolçuların səhvlərinə rəğmən daim start heyətində yer alması idi. Qış toplanışında Yuri Verindubdan fərqli yanaşma gördük. Məsələn, qapı mövqeyində 2 yoxlama oyununda Emil Balayev dayandı. Start heyətində Emil Səfərovu gördük, Elvin Camalovu gördük, Murad Məmmədovu və Kostini gördük. Yəni bütün futbolçulara maksimum şans verməyə çalışdı və arasında özünü yaxşı tərəfdən göstərən futbolçular da az deyildi. Və xüsusilə Murad Məmmədovun özü olsun, Yuri Verindubun özü də tərifləmişdi bu futbolçunu. Haqqında xoş sözlər demişdi və vurduğu qollarla, göstərdiyi oyunla, yəni start heyətini haqq etdiyini qış toplanışında açıq-aydın gənc futbolçu göstərmişdi. Yəni başqa nə etməli idi ki, start heyətində yer alsın. Amma təəssüf ki, qış fasiləsi başa çatdı, rəsmi oyunlar start götürdü. Yəni biz görürük ki, Samir Abbasovun dönəmində olan yanaşma yenə davam edir. Məşqçi dəyişib, amma yanaşma qalır. Sessi Di Almeida mövsümün birinci yarısının ən uğursuz futbolçularından biri idi Neftçi komandasında. Qış toplanışını o qədər də yaxşı deməyəm, ümumiyyətlə qış toplanışının müəyyən bir bölümünü heç Neftçinin düşərgəsində yer almadı. Benin millisi ilə Afrika Millətlər Liqasına çıxış edirdi. Və oradan qayıdan kimi bir neçə məşq və rəsmi oyunda yenə start heyətində. Və birincisi isə Zirə ilə oyunda ən uğursuz futbolçulardan biri məhz Sessi Di Almeida idi. Yəni bu futbolçu sabahla oyunda da səhv etmirəmsə əvəzlənmişdi qış fasiləsindən qabaq. Hətta Yuri Verindub hələ ehtiyat skamyada yer almırdı, amma təsdiqlənmişdi baş məşqçi postunda olacağı. Yəni bu futbolçu niyə bu qədər rahatdır start heyətində yer almaq baxımından? Yəni səhvlər edir, amma start heyətində yer alır. Yəni Kənan Piriç dünən qol buraxmaya bilər, amma qış fasiləsində Emil Balayev 2 oyun qapıda dayanır. Yəni fasilə bitən kimi yenə rəsmi oyunlarda biz Kənan Piriçi qapıda görürük. Xüsusilə Murad Məmmədov, yəni bu futbolçu İmad Fəracdan nəyi geri qalır? Yəni 16 tur bir dövrə davamlı olaraq Neftçi komandası həm Samir Abbasovun dönəmində, həm Yuri Verindubun dönəmində Sessi Di Almeida ilə oynadı, İmad Farazla oynadı, uğurlu olmadı, nəticələr gəlmədi. Deməli, nəyisə dəyişmək lazımdır. Yuri Verindub gəlib elə həmin heyətlə oynayacaqsa, özünü yaxşı tərəfdən göstərən futbolçular yenə ehtiyat skamyada qalacaqsa, biz Neftçidən ciddi nəsə gözləyə bilmərik. Neftçidən ciddi nəsə gözləntimiz olması da doğru deyil. Bu şəkildə yanaşma həm də ədalət prinsiplərinin pozulmasıdır. Yəni biz bunu dəfələrlə demişik. Bu da təbii ki, futbolun da öz ədaləti var. Yəni mütləq ki, nəticəyə təsir edəcək. Yəni, mütləq ki, oyuna təsir edəcək. Yəni ikinci yarıda Murad Məmmədov oyuna daxil olandan sonra biz daha diri Neftçi gördük. Cinahda o kreativliyi ilə, fəallığı ilə yəni müdafiəçilərə çaş-baş salırdı, müəyyən futbolçuları keçidləri arxada qoyurdu, küncdən zərbə qazandı, cərimə meydançasına bir neçə dəfə girib təhlükəli olmağı bacardı. Yəni sırf bundan sonra müəyyən canlanma oldu. Onu da iddia etmirik ki, yəni Emil Balayev olsa, Elvin Camalov olsa, Murad Məmmədov olsa, Neftçi tam dəyişəcək, nəticələr, qələbələr bir-birini sıralayacaq. Amma ədalətli yanaşmaq mütləqdir. Yəni bir toplanışda bir futbolçu adından söz etdirirsə, hər kəs bundan danışırsa, baş məşqçinin özü də bu futbolçunu tərifləyirsə, amma rəsmi oyun gələn kimi biz o futbolçunu kənarda görürüksə, demək ki, Neftçidə nələrsə düz getmir. Neftçidə demək ki, doğru olmayan yanaşmalar var. Və bu şərtlər altında Neftçinin yaxın gələcəkdə də yaxşı nəticələr qazanacağı ciddi sual altına düşür. Deyəcəklərim bu qədər. Dəyərli izləyicilərimiz,
Sizin də fikirləriniz bizim üçün maraqlıdır. Kanala abunə olun və şərh bölümündə fikirlərinizi bizimlə bölüşün.